Gələn il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olacağı gözlənilir. Yenavaz.com xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Əmək və Sosial Siyasət və İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitələrinin birgə keçirilən iclasında açıqlanıb. İclasda bildirilib ki, yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyəti əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində olacaq. Məlumat üçün bildirək ki, yaşayış minimumu haqqında qanunun 1.0.2-ci bəndində yazılır ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin qanunun 1.0.1-ci bəndində isə yazılır ki, minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Qanunun tələblərindən də açıq şəkildə görülür ki, Azərbaycanda yaşayan hər hansı bir şəxsin sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə təmin edə bilmək üçün yaşayış minimum həddində vəsait lazımdır. Onu da bildirək ki, bu ilin iyulun 1-nə olan sonuncu rəsmi məlumata görə Azərbaycanda yaşa görə müavinət alanların sayı 166,2 min nəfər olub. Yaşa görə müavinət alan şəxslər də pensiya yaşına çatmış şəxslərdir və onlara ayda 220 manat müavinət verilir. Bu məbləğ isə gələn il pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumundan 245 manat aşağıdır. Eyni zamanda onu da bildirək ki, pensiya yaşına çatmış şəxs əmək qabiliyyətini itirməyibsə, sosial yardım almaq hüququna da malik olmur. Belə olan halda bir insan pensiya yaşına çatıb 220 manat müavinət alırsa və heç bir yerdə işləməyib, əlavə yardım da almırsa, o zaman minimum səviyyədə yaşamaq üçün lazım olacaq əlavə 25 manatı hardan almalıdır?